Salam kanalımın dəyərli xanımları. Neçə gündür ki, vlog paylaşmıram. Sağ olun ki, bir çox xanım yazır, maraqlanır. Bilməyənlərə də buradan mən deyim. Qızım xəstələnmişdi, başım ona qarışıq idi. Bilmirəm nə virusdu yayılıb, Leylanın 4-5 gündür qızdırması var idi. Əslində mən onlara çox nəzarət edirəm. Hətta həyətə 1-2 dəqiqəlik çıxsalar belə mütləq kurtkasını, papağını geyindirirəm. Amma təəssüflər olsun ki, bu tip viruslara çox vaxt məktəbdə yoluxurlar. Sinif yoldaşlarının da bir neçəsi xəstə idi, böyük ehtimal ki, bir-birlərinə keçirdiblər. Şükür ki, artıq yaxşıdır, mən bu vlogu montaj edib paylaşa bilirəm. Əslində artıq Leyla böyük qızdır, xəstələnsə belə uşaq kimi ağlamır. Özü üçün uzanır, telefonuna baxır. Vaxtımın olmama səbəbi, yəni ki, vlog çəkə bilməmə səbəbim gün içində dayanmadan Tamerlan hara gedibsə ona nəzarət eləmişəm ki, Leylaya yaxın getməsin, o da yoluxmasın. Çox pis viruslu qızdırmanı buradan salırsan 1-2 saata yenidən yüksəlir. Və xanımlar, burada da günlük törtökünə baxıram. Olar ki, bunu hər gün edirəm. Çünki uşaq pomadalarımı götürür, güzgüyə sürtür. Bizim evdə bütün güzgülər demək olar ki, hər gün ləkə-ləkə olur. İndi bu sildiyim güzgü belə 5 dəqiqədən sonra yenidən eyni vəziyyətə düşəcək. Amma neynəmək olar, təmizləməsək də olmur. Mebelin üzərində olan tozlardakı, yəqin ki, bu həyət evindən asılıdır. Evi biraz havalandırmaq istəyirsən, həyətdəki tozlar sanki hopur mebelin üzərinə. Bilmirəm ki, bu bizim evdə belədir, yoxsa bütün evlərdə. Xanımlar, bu parçadan danışmaq istəyirəm sizə. 7-8 il olar ki, mən bir paltar tikdirmişdim və həmin paltardan assatka olaraq bu parça mənə qalmışdı. Atmağa da heyfim gəlirdi, çünki yekə parça idi. Həm də ki, bu parça çox keyfiyyətli parça idi. Mən bunu baha almışdım. Düşünürdüm ki, mən bundan nəsə edərəm və bu vlogda bu parçadan özümə bir jiletka tikdim. Bunu da sizinlə birlikdə tikmişəm. Vlogun irəliləyən dəqiqələrində görəcəksiniz. Və xanımlar, düşünə bilərsiniz ki, bu evin bu vəziyyəti neçə gündür ki, belədir. İnanın mənə ki, yoldaşımın nənəsi buna şahiddir. Mən buradan yığışdırıram, Tamerlan bu tərəfdən tökür. Bugün yuxudan oyananda düşündüm ki, evdə gözümə artıq dəyən nə əşya varsa, hamısını yığıb saxlayacağam, verəcəm ehtiyacı olana. Və belə də elədim. Qızımın otağında çox əşya var idi ki, həqiqətən də artıq ondan istifadə eləmirdi. Əlavətən də ev balaca olduğuna görə, əşya çox olduğuna görə artıq evdə boğulurdum. Mən qızımın otağında dediyim əşyaları yığışdırarkən Tamerlan da bu otağı bu hala salıb. İnanın ki, hardasa yarım saatın içində bunları edib. Bu skoçladığım korobkadakı artıq neçəncidir bilmirəm. Girir korobkaya, korobkanı dağıdır və hər dəfə mən bunu yeniləyirəm. Divanın üzərindəki balışlar da ki, mütəmadiyyən yerdə olmalıdır. Bircə Tamerlan böyüsəydi, evdəki bu dağınıqlıq aradan qalxardı.
Görürsüz xanımlar, hətta balışların sindifonuna kimi çıxardır, atır yerə göyə. Əslində balışın daxilində ayrıca çuxolu var. Gərək o çuxolu mən tikim ki, bunu edə bilməsin. Amma hələlik vaxtım yox idi, bu dəfə tikə bilmədim. Çünki tezbazar tör-tökünə baxıb tamirlanı da yatırdı. Getməliyəm apteka qızım üçün dərman almağa. Bu səbəbdən də tezbazar tör-tökünə baxdım. Hətta yeməyi gələndən sonra bişirdim. Bilirəm, əslində çox uşaq belədir. Amma bu hal adamı çox yorur. 5 dəqiqə əyləşib çay içə bilmirsən ki, görəsən uşaq digər otaqda neynir.
Çörtökünə baxdım, mətbəxi təmizlədim, qabları yudum, Tamirlanı da yatırtdım. İndi gedirəm apteka. Gedim bir pampers almalıyam, bir də ki Leylaya dərman. Xanımlar, birdən düşünərsiniz ki, uşağı evdə tək qoyub getmişəm. Təbii ki, yox, Leyla evdədir. Əlavətən də yoldaşımın nənəsi də bilir. Əgər mən gedəndə oyansaydı, Leyla nənəyə zəng eləyib onu çağıracaqdı evə. Yəqin ki, bilirsiniz, biz eyni həyətdə yaşayırıq. Amma şükürlər olsun, Tamirlan oyanmadı. Tamirlanın bərk yatdığı saatları mən bilirəm. İlk yarım saat ərzində bərk yatır. Sonra səsküy olarsa oyanır. Mən də 10-15 dəqiqəyə gedib aptekadan dərmanları alıb gəldim evə. Mən evə çatanda Tamirlan hələ yatmışdı. Bu avtobuslarda da ki, nə adətdirsə bilmirəm. Astanovka qalır bir kənarda. Saxlayırlar düz yolun ortasında. Bütün yolu kəsirlər, probka yaradırlar. Heç nə olmamış kimi yollarına davam edirlər. Xüsusən də bu qırmızı avtobuslar həddindən çox sürətli sürürlər. Sanki insan daşımırlar. Görənlər mənimlə razılaşar. Xüsusən də xəyal tərəfdə. Astanovka qalıb bir yanda, bunlar yolun ortasında saxlayır. Ay xanımlar, mən artıq gəldim evə. İndi deyəcəksiniz ki, gedəndə əynində kurtka yox idi, gələndə kurtka var. Kurtkam çox vaxt qalır maşında. Maşında peçkanı yandırıram deyənə isti olur. Bunu qoyuram qalır maşında. Düşəndə də ki, hava isti olanda qoyuram elə qalır maşında. Soyuq olan zaman geyinirəm. Leylanın boğazı üçün həkimdən məsləhətləşdim, antibiotik aldım. Bir də şpuçka vitamin C. Əlavə dərmanlar da evdə var. Bir də ki, bu yorğan sancaqlarından aldım. Xanımlar, artıq axşama yaxındır. Mən başlayıram yemək bişirməyə. Mərci supu və verməşi laşı edirəm.
Və xanımlar, artıq çıxan qabları da yudum, yeməklərim də bişdi. Blenderdan keçirdəcəm və gedəcəm əsas işimi görməyə. Demək xanımlar, bayaq sizə göstərdiyim parçadan jiletka tikəcəm. Bunu da sizinlə birlikdə tikdim ki, baxasız, rəyinizi mənə bildirəsiz. Öz əl işimdir deyənə mənim gözümə qəşəng görsənir, amma sizin fikirləriniz mənim üçün çox-çox önəmlidir. Bu sirmədən də sapları seçirəm. Əlavə nə vura bilərəm ona baxıram. Bu sirmədə adətən mənə aid olan əşyalar var. Yəni ki, tikiş tikməyə marağım olduğuna görə mütəmadiən lazım olan avadanlıqları alıb saxlamışam. Burada sizə bəlkə lazımsız kimi görsənən, amma mənə çox lazımlı olan əşyalar var. Məsələn, zamoklar, bel üçün rezinlər, uşaqların kalqotkalarının bel hissələri boşalanda tez onu rezinləyirəm. Bu sirmədə müxtəlif çoxsaylı düymələr var, etiketlər var. Etiketləri də ona görə alıb saxlayıram ki, bəzən elə olur ki, çox sevdiyimiz paltarın hansısa hissəsi zərər görür. Mən o hissəyə etiket tikirəm və sanki elə görsənir ki, koftanın öz fasonudur, öz etiketidir. Bu da əlbəttə ki, çox yaxşı bir şeydir. İstədiyimiz məhsulu atmırıq, dəyərləndiririk. Digər qabda isə tikişə aid hər şey var. Tikiş tikən zaman elə o qabı götürürəm. Tikişə aid nə ehtiyac olarsa, elə bu qabda da var. Demək xanımlar, bu parçadan bilirdim ki, mən jiletka tikəcəm. Amma necə, heç özümdə bilmirdim. Temuda müxtəlif jiletkalara baxdım. Trendyolda, internetdə. Tam xəyalımda olanı, istədiyimi tapa bilmirdim. Bu jiletka şəklini ona görə tapmaq istəyirdim ki, bunun şablonunu çıxartmaq istəyirdim ki, parçanı kəsən zaman mənə rahat olsun. Amma təəssüflər olsun ki, istədiyimi tapa bilmədim. Məndə də ki, evdə müxtəlif jiletkalar var, amma onları mən evdə geyinirəm. Yəni isə bayıra giyinmək üçün həm şıq, həm də ki, müxtəlif kombinlərlə uyğunlaşdıra bilim. Yəni ki, universal jiletka əldə etmək istəyirəm. Çox fikirləşdim, şablon tapa bilmədim. Evdəki olan jiletkaların mənə yaxşı olanını götürüb, onun ölçülərini yazıb gözə yarı şablon çəkdim. Öncədən bunu qeyd etmək istəyirəm ki, əgər məni izləyənlərin arasında dərzi olan varsa, mənə baxıb düşünməsin ki, burada bu kəsimi səhv elədi, bu şablonu səhv çıxartdı və yaxud da bu tikiş səhv oldu. Bu səbəbdən də öncə vurğulamaq istədim ki, mən qətiyyən dərzi deyiləm. Sadəcə paltar tikməyə həvəsli bir insanam. Bu günə kimi nə praktikam olub, nə də ki paltarlar tikməmişəm. Sadəcə olaraq uşaq vaxtı anam məni kursa yazdırmışdı. Mən o kursda sadəcə iynə saplamağı öyrənmişəm və ağ parçanın üzərində saplarla naxış tikməyi öyrənmişəm. Təəssüflər olsun ki, bu kursu yarıda sonlandırmaq məcburiyyətində qaldım. Modalyer olmaq istəyim də beləcə sonlandı. Amma o qədər böyük həvəsim var ki, bir paltara baxıb biraz çətinlik çəksəm də nəticədə onu tikə bilərəm. Yəni ki, bir paltardan xoşum gəlirsə və onu tapa bilmirəmsə, bunu çox istəyirəmsə, dəhşətli dərəcədə düşüncələrimi o istədiyim paltara fokusluyub, onun şablonunu da çıxarda bilirəm, paltarını da tikə bilirəm. Bu səbəbdən də əgər dərzilər mənə baxırsa, mənim etdiyim səhvləri görməzdən gəlin, çünki mən qətiyyən bunun məktəbini keçməmişəm. Sadəcə öz ağlımdan istifadə edərək bunu tikməyə çalışıram. Və xanımlar, gördüyünüz kimi məndə belə bir yayçun jiletka var. Bu jiletkanın ölçüləri də mənə yaxşı qalır deyənə, çiyin hissədən elə bunun ölçüsünü götürdüm və bu ölçü ilə şablon çıxartdım. Amma əlbəttə ki, eyni modeli tikmədim. Çünki bu modeli mən yalnız evdə giyməyə istifadə edirəm və plyaja gedəndə, əlavətən də öz evimizin yaxınlığındakı marketlərə gedən zaman giyinə bilərəm. Amma mənə bayaq dediyim kimi bayırlıq bir jiletka lazımdır. Tikdiyim jiletkanı da ki, xanımlar, mən heç yanda görməmişəm. Bu mənim sıfır
sırf öz ideyamdır. Mən çox bəyəndim. Müxtəlif variantlarda jiletkanı düzəldə bilirəm. Elə tikmişəm ki, onu həm varatnikli istifadə edə bilirəm, həm də ki, yaxasını bağlayıb tam klassik edə bilirəm. Əlavətən ona kəmər taxa bilirəm. Bu ən gözəl avantajıdır. Jiletin görkəmini tamamilə gözəlləşdirir. Mənə elə gəlir ki, mən çox danışdım. Sizi yormayım, mən tikim, siz də gedişata baxın.
Xanımlar, arxa hissəsinə də ki, səhv edə bilərəm, üzürlü sayın. Deyəsən, vıtıçka deyirlər. Ola bilər ki, səhv edə bilərəm, düzü bu deyil. Amma sırf öz xəyal gücümdən tikdiyimə görə siz bunu düz tikmişəmmiş kimi qəbul edin. Arxa hissəsi də ki, düz olmasını istədim. Biraz vıtıçkalı olsun istədim. Artıq tikdim, bitirdim. Mən belə bilirəm ki, paltarı tikib bitirəndən sonra mütləq ütüləmək lazımdır. Ütüləmək tikişləri daha pürüzsüz göstərir və daha da müntəzəm göstərir. Mən bunu ütülüyüm. Siz də mənə rəylərdə fikrinizi mütləq bildirin. Və xanımlar, jiletkamın son vəziyyəti. Arxa hissəsində belə detayı var və kəmərlə bağlayıram. Siz mənim şalvarıma fikir verməyin, ev şalvarıdır, dəyişməyə tənbəllik elədi. Ön hissəsində də ki, xanımlar, bu cür kəmərlə bağlayıram. Yaxası açıq bir jiletkadır. Özüm belə tikdim ki, kəmər bağlayandan sonra istədiyim formanı verə bilim. Jiletkamın ön hissəsini uzun, arxa hissəsini isə nisbətən qısa etmişəm. Bu da jiletkaya qeyri-adi bir forma verir. Burada da sizə göstərirəm ki, jiletkanı istədiyim formaya sala bilirəm. İstəsəm ön hissəsini bu cür açıq saxlaya bilirəm. Gördüyünüz kimi varatniki da var. Və istəsəm varatnikini bağlayıb bunu tamamilə klassik bir jiletka edə bilirəm. Mən bu vlogda unutmuşam sizə göstərməyə. Temudan bu jiletka üçün broşlar almışam. Harasa gedən zaman o broşkaları da taxacam bunun yaxasına. Onu taxan zaman jiletkanın forması tamamilə dəyişir. Təəssüf ki, bu vlogda unutmuşam ki, onu sizə göstərim. Gördünüz xanımlar, yaxasını bağlayan zaman tamam başqa cür formaya düşdü. Yaxasını açanda isə tamam başqa cür olur. Siz mənim burada kökəlməyimə fikir verməyin. Qısa bir zamanda özümü arıqladacağam. Bu jiletka mənim əynimə mükəmməl olacaq. Görürsünüz xanımlar, jiletkanın bir tərəfini bu formada aça da bilirəm. Belə daha da gözəl görsənir. Yəni ki, bir sözlə istədiyim formaya sala bilirəm. Əgər mənim kimi siz də bəyəndinizsə, mütləq fikrinizi rəy bölməsində bildirin. Bu mənim üçün çox önəmlidir. Təbii ki, bəyənməsəz də bildirin. Bunu da qeyd edim ki, vlogdan sonra açıq rəng şalvarla bunu yoxladım. Dəhşət gözəl görsənirdi. Evdə geyindiyim şalvar qara lasindir deyənə jiletkanın alt hissəsinin fasonu bilinmir. İnşallah ki, mən bunu bütünlüklə kombin edəndə o zaman sizə də çəkib göstərərəm. Və xanımlar, bura kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Növbəti vlogda görüşərik. Sağ olun, salamat qalın.